Azərbaycanda hər il ən azı 10-15 dəfinə tapılır. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada dəfinə tapılmasın. Keçmişdə insanların yad ələ düşməməsi üçün torpağa bastırdıqları, divara hördükləri, hündür ağacların qovuşunda gizlətdikləri ən qiymətli sərvətləri əsrlər sonra dəyəri milyonlara bərabər olan xəzinələr formasında üzə çıxır. Dəfinələr axtarmaqla yox, təsadüfən tapılır. Sisan yuvaları, kömür, kül, saxsı qırıqları olan yerlərə niyə diqqət yetirilir? Bəzən həmin dəfinəni bastıran adamın özü ölür, bəzən də bastırdığı yeri özü belə tapa bilmir. Bəs Azərbaycan ərazisində tapılmış ən zəngin dəfinə hansıdır? Hansı rayonlarımızda çox sayda dəfinə var? Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Araşdırma zamanı Azərbaycan ərazisində aşkar edilən dəfinələrlə bağlı çox ciddi məqamlar üzə çıxıb. Xəzinələrin bastırıldıqları yerlər, əlamətlər, aşkar etmək formaları, qanunsuz xəzinə ovçuları kimi. Diqqətiniz bizdə olsun. Bütün ömrünü xəzinələrin axtarışına, tədqiqinə həsr etmiş mütəxəssis Azərbaycan ərazisində indiyə qədər ən zəngin qızıl dəfinəni tapan tarix elmləri doktoru, professor, arxeoloq Əli Rəcəbli inanılmaz fikirlər söyləyir. Mənim işlədiyim vaxtlarda Azərbaycanda təkcə antik dövrə aid ondan çox dəfinə tapılıb. Təsəvvür edin ki, 2300 il bundan öncə bastırılan dəfinələr, qızıl sikkələr bizim dövrə qədər gəlib çatıb. İndi 10 dənə dəfinə tapılıbsa, görün bu illər ərzində nə qədər dəfinələr aşkar olunub. Dəfinəni tapan adamlar çox vaxt onu özləri mənimsəyib satırlar. Buna görə də həmin dəfinələrin hamısı bizə gəlib çatmır. Müxtəlif adamların əllərində aparatlarla dəfinə axtarışına çıxmaları ilə bağlı bizə çox sayda məlumatlar daxil olur. Bir dəfə Ucar rayonunda 100-dən çox Bizans qızılının olduğu böyük bir dəfinə tapılmışdı. Bəzək əşyaları, bilərziklər və s. Zəngin bir dəfinə idi. Şamaxıda tapılan dəfinə barədə də mənə tez məlumat verdilər. Şəxsən özüm ora getdim. Cəmaata müəyyən məbləğdə pullar verdim və həmin dəfinənin bəzi hissələrini satın alıb bura gətirdim. Dəfinənin xeyli hissələri insanlarda qaldı. Digər dəfinə isə Qəbələ yaxınlığında tapıldı. Orada arxeoloqlar işləyirdi. Pullar da dəfinə tapılan yerə səpələnmişdi. Təxminən 600-700 dənə pulu toplayıb muzeyə təhvil verdilər. Hər rayonda belə dəfinələr tapılır. Amma həmin dəfinələri kimlərsə mənimsəyir. Əvvəllər əhali bir qədər də göz açıq deyildi. Kolleksioner deyilən məxluqlar peyda olub. Güya kolleksiya toplayırlar. Dəfinə pullarını baha qiymətdə satıb varlanırlar. Şamaxı və Qəbələdə antik dövrə aid tapılmış dəfinələr həm dövrə görə, həm də tərkibinə görə çox zəngin dəfinələrdir. Həmin dəfinələrin içərisində müxtəlif dövlətlərin sikkələri də var. Dəyərsiz dəfinə yoxdur. Bir zamanlar Azərbaycanda Mahmudabad şəhəri olub. Orada şahlar çoxlu sayda pullar kəsib. Pulun üzərində Mahmudabad yazılıb. İndi isə həmin şəhərin yeri dəqiq məlum deyil. Bu yolla 15-20 dənə belə şəhərlər aşkar edilib. Hər sikkənin çəkisi də 1 qramdır. Dəfinənin içində 5000 sikkə vardı. Sovet dövründə bir dəfə Bərdədə də böyük bir dəfinə tapılmışdı. Dəfinəni vedrə ilə bura gətirmişdilər. Hələ Sovetlər vaxtında Qəbələdə qazıntı aparılıb. Təxminən 50-60 il olar ki, bu qazıntı işləri davam edir. Çuxurqəbələ adlı kənddə antik dövrə aid böyük bir sikkə dəfinəsi tapılıb. Sikkələr bütün Qurqan boyu dağılmışdı. Yağış yağan zaman göbələk kimi görünüb parıldayırdı. 500-600 sikkəni gətirib muzeyə təhvil verdilər. Bu yaxınlarda balaca bir dəfinə də tapılıb. Orada Şirvanşah Qubadın adına da pul var. Şəmkirdə qazıntı gedən zamanda qızıl pullar aşkar edilmişdi. Onu muzeyimizə təhvil verdilər. Bizim torpağımız çox bərəkətlidir. Niyə Gürcüstanın bu qədər şəhərində pul kəsilməyib? Yalnız Tiflisdə pul kəsilib. Amma təkcə Şimali Azərbaycanda 50-dən çox şəhərdə pul kəsilib. Bu, iqtisadi həyatın inkişafını göstərir. Əgər sən evi tikirsənsə, o torpaq öz mülkündür. Buna heç kəs söz deyə bilməz. Öz torpağında tapdığın mülk də sənindir. Amma çöldə haranısa qazmağına heç kəs icazə verməməlidir. Həyətini qazıb xəzinə tapan çox insan var. Və yaxud da gedib birini tapıb həyətlərini qazdırsınlar. Bunun bizə heç bir aidiyyatı yoxdur. Tapıb muzeyə təhvil versələr təbii ki, daha yaxşı olar. Şamaxıda böyük bir dəfinə tapılmışdı. Bir neçə dəfə Şamaxıya getdim. Qədim şəhər yeridir. Həmin ərazidə əkin işləri də aparılmamışdı. Əhali orada üzümlük salmışdı. Həmin vaxt bir çoban orada sürü otarırmış. Çomağı ilə yeri eşən zaman küp tapıb. Çoban küpün içərisindəki 15 qram ağırlığındakı iri, gümüş pulları götürüb ətrafa atmağa başlayıb. Oradakı cəmaata xeyli pul ödədim və 300-yə qədər sikkəni alıb muzeyə gətirdim. Əgər həmin qızıl sikkə bizim muzeydə yoxdursa, biz onun qiymətini 1000 manatdan 10.000 manata qədər qaldıra bilərik. Məsələn, Şirvanşah Qubadın xalis gümüş olmayan bir sikkəsini tapıb bizə təhvil verənə 1000 manat ödədik. Azərbaycanda hələ Çingiz xanın, Makedoniyalı İskəndərin xəzinəsini tapan yoxdur. Təsəvvür edin ki, Çingiz xan bütün dünyanın yarısını zəbt etmişdi. Xeyli sərvət monqolların əlində toplanmışdı. Həmin xəzinəni bastıranları öldürdülər.
Öldürən şəxsləri də qətlə yetirirlər. Beləliklə iz toz itdi. Amma haradasa o xəzinə var, yatıb qalıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnografiya İnstitutunda tarixçi alim Qafar Cəbiyev də çox fərqli fikirlər deyib. Bu yaxınlarda Ağsu rayonu arasında bir orta əsr şəhəri aşkar etdim. Həmin şəhərin adı Mehravandır. Bu şəhərin adı Musa Kalankatnının Albaniya tarix əsərində qeyd olunub. Şəhərin qalıqlarını ilk dəfə 2004-cü ildə mən aşkara çıxardım. 2014-2015-ci illərdə orada geniş miqyaslı tədqiqatlar apardıq. Qazıntı zamanı orada xeyli pullar, bir neçə qızıl üzük, bilərzik və qızıl zəncirin hissələrini də aşkar etdik. 2017-ci ildə isə Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında Dəmirçi Lahıc yolu çəkilən zaman orada daş qutu qəbirlər üzə çıxıb. Hər yeri gedib qazmaq olmaz. Arxeoloq ərazini gəzib görməlidir. Orada nələrinsə ola biləcəyindən xəbər verən əlamətləri müəyyən etməlidir. Dəfinənin olduğunu göstərən əlamətlər nələrdir? Məsələn, düzənlik bir ərazidir. Nə bilirik ki, orada əvvəllər yaşayış olmayıb? Yəqin o düzənlik zaman-zaman şumlanıb. Bəlkə də heç şumlanmayıb. Nə vaxtsa kimsə orada hansısa bir xəndək qazıb, elektrik dirəyi bastırıb. Bu zaman orada təsadüfən hansısa bir yarğan olubmu? Arxeoloq həmin yerləri gəzir. Əgər orada kömür qalığı, kül, sümüklər, saxsı qırıqları və insan əlinin məhsulu olan əşyaların hissələri varsa, demək ki, orada həyat olub. Tapılan əşyalara görə orada hansı dövrdə yaşayış olduğunu müəyyənləşdirmək olur. Bəzi qazıntılar zamanı 30 metrə qədər yerin altına gedib çıxmaq olur. Çox dərində qazıntı işləri aparmaqla da qədimli üzə çıxarmaq olmaz. Məsələn, bir təpə gördük. Necə bilərik ki, orada yaşayış olub yoxsa olmayıb? O təpənin kənarlarını gəzirik. Bir dəfə gördük ki, təpənin kənarlarında sisan yuvaları var. İçərdən kül, kömür, saxsı qırığı çıxıb. Biraz gəzdik, gördük yaxınlıqda bir dənə porsuq yuvası da var. O da torpağı eşib. Həmin vaxt dedik ki, burada 100% həyat olub. Tədqiqat aparmağa başladıq. Nəticədə 7000 il tarixi olan təbə aşkar etdik. 1980-ci illərdə xəbər yaydılar ki, Qəbələnin Vəndam kəndində Teymurləngin 25 dəvə yüklük qızıl xəzinəsi var. O vaxt axtarışların nəticəsi olmadı. Mən yazı hazırlayıb qeyd etdim ki, bu şarlatanlıqdır, belə şey yoxdur. Təxminən 5-6 il öncə də dedilər ki, orada xəzinə var. Elə hallarda olur ki, qazıb xəzinəni kənara atırlar. Görmürlər ki, orada qiymətli əşyalar var. Mənim də əlimə qızıl axtaran aparat versələr, bir gün ərzində 50-yə yaxın ərazidə qızılın olduğunu göstərərəm. 19-cu əsrin sonlarından etibarən Qarabağda, Naxçıvanda, Daşkəsəndə, Gədəbəydə və Lənkəran bölgələrində qızıl axtaranların, xüsusən də xarici ölkələrdən olan şəxslərin tarixi abidələrə bir növ total hücumu müşahidə olunub. Nəticədə qalalar, kurqanlar, daş heykəllər və daş qutu qəbirlər dağıdılıb. Tapılan materiallar isə talan edilərək gizli yollarla ABŞ, Almaniya, Fransa, İsveç, Hollandiya və sair ölkələrə daşınıb. Ötən əsrin əvvəllərində qızıl axtaranların Şirvan bölgəsində, xüsusən də Şamaxı ətrafına intensiv axtarışlar olub. O zaman başlıca hədəf Makedoniyalı İskəndərin xəzinəsini tapmaq arzusu idi. Qəribədir, İskəndərin və onun adamlarının heç zaman olmadığı yerdə onun nə vaxtsa gizlətmiş olduğu xəzinəni axtarırdılar. Amma İskəndərin dəfinəsini tapan olmayıb. 2010-cu ildə Muradxan kəndinin ərazisində ekskavatorla kanal yeri qazarkən saxsı küpdə bastırılmış pul dəfinəsi aşkara çıxıb. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.